Bu diyar Azərbaycanın qərb bölgəsində, Kiçik Qafqaz Sıra dağlarının ətəyində yerləşir. Onun möcüzəsi əsrlərdir ki, insanlara real fayda verir. Məhz bu möcüzənin sehri dünyanın dörd bir tərəfindən insanları özünə cəlb edir. Hər il 10 minlərlə turist bura möcüzə axtarışı ilə gəlir və bəxtəvərliklə geri dönürlər. Azərbaycanda bir neçə bölgə var ki, ora insanlar əsasən şafa tapmaq üçün gedirlər. Belə bölgələrdən biri də möcüzəli nefti ilə tək Azərbaycanda deyil, dünyada tanınan Naftalandır. Naftalan nefti müalicə məqsədi üçün istifadə olunan dünyada yeganə və unikal neftdir. Bu neftin möcüzəsini kəşf eləmək və Naftalanı tanımaq üçün buradayıq. Salam Naftalan. Naftalan adının etimologiyası süzülən və ya axıb gedən mənasını verən nafta sözündəndir. Nafta neftdən alınan maddənin adıdır. Naftalan həm də nafta ilə zəngin yer deməkdir. Naftalan şəhəri paytaxt Bakıdan 330 kilometr məsafədə yerləşir. Naftalana səfər eləmək üçün bir neçə nəqliyyat vasitələrindən istifadə edə bilərsiniz. O cümlədən təyyarədən də. Ən yaxın, yəni 60 kilometr məsafədə yerləşən Gəncə Beynəlxalq Hava Limanıdır. Naftalan olduqca müasir və turistik şəhərdir. Eyni zamanda arxeoloji qazıntılar zamanı tapılan Şah Sarayı onun çox qədim bir ərazi olduğundan xəbər verir. Biz hal-hazırda Naftalanda eramızdan əvvəl mövcud olan saray qalıqlarının üzərində dayanmışıq. Bu abidəni ilk dəfə 2020-ci ildə Müzəffər müəllim aşkar eləyib. Müzəffər müəllim, bu abidə haqqında başqa nə demək olar? Tədqiqatlar nəticəsində abidənin Əhəmənilər dövrünə aid böyük saray qalığı olduğu müəyyənləşdirilmişdir. Bizim bu nəticəyə gəlməyimizin əsas səbəbi ondan ibarətdir ki, burada eni 2 metrə yaxın 1,82 metr enində divarlar aşkar edilmişdir və bu divarların tikintisində standart 37, Eurosun 37 qalınlığı 10 sm olan kərpiçlərdən istifadə olunmuşdur. Əhəng daşından və ya bərk cinsli qaya daşlarından istifadə edilməklə sütun atdıqları burada aşkar elədik və həmin dövrə aid çox zövqlə hazırlanmış saçı məmulatı aşkar edildi ki, bütün bu aşkar edilmiş maddi mədəniyyət nümunələri bizə deməyə əsas verdi ki, bu Azərbaycanda indiyənə qədər sayca 3-cü Əhəməni dövrünə aid saray qalığıdır. Naftalan yalnız unikal təbii sərvəti ilə deyil, həmçinin tarixi və zəngin arxeoloji abidələri ilə də cəlb edici bir məkandır. Arxeoloqların yeni kəşfləri nəticəsində Naftalan sirlərini bizə açır və bu bölgəyə olan diqqəti biraz da artırır. Naftalan əsas Azərbaycanın turizm məkanlarından biri kimi tanınır və bu abidənin yaxınlığı onu deməyə əsas verir ki, Naftalan təkcə sağlamlıq turizmi deyil, həm də arxeoturizm ilə də məşğul ola bilər. Ona görə də bu abidəmizin tədqiqi və təbliğinin çox böyük elmi əhəmiyyəti vardır. Naftalan nefti insan sağlamlığı üçün əhəmiyyətli dərəcədə müsbət təsir gücünə malikdir və bu xüsusiyyəti ilə tarix boyu yerli əhalinin, o cümlədən səyyahların, tacirlərin marağına səbəb olub. Naftalan barədə hələ 12-ci əsrdə yaşamış Azərbaycanın
dahi şairi Nizami Gəncəvi əsərində yazmışdı. O, Naftalanın yaxınlığında yerləşən Səfikürd adlanan ərazidən neft çıxarıldığını və onun karvanlarla başqa ölkələrə daşındığını bildirirdi. 13-cü əsrdə yaşamış Avropalı səyyah Marco Polo da Azərbaycan ərazisindən keçəndə Naftalan ərazisində müalicəvi yağın quyulardan çıxarılaraq dəvələr vasitəsilə başqa ölkələrə daşındığını yazırdı. Qədim rəvayətə görə isə tacirlər indiki Naftalan ərazisindən keçəndə dəvələrdən birini xəstə olduğundan karvanbaşı onu karvandan çıxarmaq qərarına gəlir. Tacirlər dəvənin yükünü başqa dəvələrə yükləyib yollarına davam edirlər. Bir müddətdən sonra geri dönən tacirlər görürlər ki, həmin dəvə tamamilə dəyişib, kökəlib və gümrahlaşıb. Dəvəni izləyəndə məlum olur ki, dəvə gölün sahilində gəzir, tez-tez gölə girib çıxır, sonra da onun kənarında yatır. Onlar gölə əl vuranda yağlı olduğunu görürlər. Məlum olur ki, dəvəyə şəfa verən məhz bu yağlı maye idi. Müalicəvi əhəmiyyəti olan Naftalan yağı əsl təbiət möcüzəsidir. Qədim zamanlardan Naftalan yağı nəinki Cənubi Qafqazda, eləcə də Kiçik Asiyada, İranda və uzaq Hindistanda minlərlə xəstəyə şəfa verib. Bugün də bu möcüzəli maye minlərlə insanı ayağa qaldırır, dərdlərinə dərman olur. Bura ümidlərlə gələn insanlar bir çox xəstəliklərinə əlac tapırlar. Naftalanda bu fikirləri sübut edən unikal muzey də mövcuddur. Azərbaycanda unikal, dünyada isə analoqu olmayan bir neçə muzey var. Onlardan biri də Naftalanda yerləşir, Əsa muzeyi. Bu muzeyin çox maraqlı bir tarixçəsi var. Belə ki, bura sağlamlıq üçün gələn insanlar şəfa tapandan sonra əsalar və qoltuq çubuqlarını burada qoyub gedirdilər. Sonra isə onlar təşəkkür məktubları yazırdılar. Bu əşyalar o qədər çoxaldı ki, muzey yaratmaq ideyası ortaya çıxdı. 1983-cü ildə Naftalanda Əsa muzeyi yarandı. Əsa muzeyində həmçinin Naftalanın tarixinə aid eksponatlar və Naftalanın ilk sanatoriyalarının fotoları da var. Fotoşəkillər vasitəsilə siz Naftalanda inşa edilən sanatoriyaların keçmişi ilə tanış ola bilərsiniz. Sovet dönəmində şöhrətini ildən ilə artıran bu bölgə indi də ənənələrini davam elətdirir. Uzun illər Naftalan yağı əl ilə qazılmış quyulardan çıxarılırdı. 19-cu əsrin ikinci yarısından Naftalan xarici sahibkarların diqqətini cəlb edir. Alman mühəndisi və iş adamı Yeger Naftalana gəlir. O, böyük bir sahə alıb bir neçə quyu qazdırır. Yeger sənaye üsulu ilə 250 metr dərinliyinə qədər quyu qazdıraraq neft çıxarmağa başlayır. Alman mühəndisi hasil elədiyi neftin tərkibində benzin fraksiyalarının olmadığını, yəni bu neft yanmadığını gördükdə əvvəlcə məyus olur. Sonradan Naftalanın müalicəvi xüsusiyyətlərindən xəbər tutur və maz istehsalı üçün Naftalanda kiçik bir zavod qurur. Çıxarılan neftin bir hissəsi Naftalan dərmanını hazırlamaq üçün Almaniya aparılır. Tezliklə Berlində məşhur Naftalan Yeger firması yaradılır. Beləcə, Naftalanın şöhrəti dünyaya yayılır. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dünyanın bir çox iri şəhərlərində, həmçinin London, Hamburg, Qahirə, Tokyoda Azərbaycanda istehsal olunan, lakin Alman məhsulu kimi tanınan Naftalan dərmanı geniş şəkildə satılmağa başlayır. Rus-Yapon müharibəsi dönəmində Yapon əsgərlərinin çantalarında içərisində Naftalan məlhəmi olan kiçik qablar olur.
Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı. Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın. Beləcə başlanğıcı uğursuz görünən hekayə sonda uğur hekayəsinə çevrilir. Naftalan nefti deyilənə görə 70-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bu neft əsəb, ginekoloji, uroloji, dəri və eləcə də qaraciyər xəstəliklərinin, həmçinin oynaqlarda olan problemlərin müalicəsi üçün effektli vasitələrdən biridir. Naftalan neftinin tərkibində olan maddələrin ağrı kəsici, iltihab əleyhinə və antialergik xüsusiyyətləri var. Bu da onu möcüzəli neftə çevirir. Onun özünə məxsus qoxusu var. Naftalan nefti təbii və qatqısızdır. Artıq neçə illərdir ki, həkimlər müxtəlif xəstəliklərin müalicəsi üçün məhz naftalan neftini təyin edirlər. Salam. Salam. Necəsiz? Təəssürat cüdəyəm zor. Ota-anamız bilan kelganmiz, ota-onalarimiz judayam xursand hammasi. Servisdan, muolajadan, hammasidan xursand. Baraka topinglar, rahmat katta. Tashakkur. Burada yerləşən otel və müalicə sağlamlıq mərkəzləri naftalan vannalarında nativ neftdən istifadə eləməklə müalicəni təmin edirlər. Bəzi tibbi prosedurlarda qətransız, yəni təmizlənmiş naftadan istifadə olunur. Təmizlənmiş naftalan neftindən alınan dərmanlar müxtəlif növ xarici və daxili müalicələrdə tətbiq olunur. Mən Mamatova Dilbar, O'zbekistondan keldim. Naftalan vannasini olaman deb, oyog'im og'rigan, qo'lim shamollashdan og'rigani uchun sanatoriya yaxshi deb eshitib, shu yerga dam olishga keldim. Hozir zo'r, mana vannani olyapman. Yaxshi, 5 kun bo'ldi kelganimga. 5-kun o'zi yaxshiligini sezdim. Oyoqlarimda og'riq yo'q. Qo'llarim yaxshi. O'zimni yaxshi his etyapman. Naftalan nefti ilə müalicənin müddəti minimal 7, maksimal 21 gün arası dəyişir. Müalicə müddəti ərzində pasientlər tibbi mütəxəssislərin və həkimlərin nəzarəti ilə mütləq fasilələrlə 4-12 vanna qəbul edirlər. Naftalan vannaları 38 dərəcə temperaturda təyin edilir. Bir vanna qəbulunun orta müddəti 8-10 dəqiqədir. Vanna qəbulundan sonra ən az 2 saat ərzində istirahət vacib sayılır. Təxminən 20 ildir vanna qəbul edirəm, vannaya gəlirəm. Yəni, naftalan vannasının deyirlər, 1001 dərdin dərmanıdır, 60-70 müalicənin deyirlər, dərdin dərmanı olduğuna görə mən də gəlirəm. Amma ağrımıram, heç bir ağrı da hiss eləmirəm. Yəqin ki, vanna qəbul edildiyimə görə də ağrımıram. Naftalan nefti dayaq hərəkət sistemi xəstəliklərinin müalicəsində də çox faydalıdır. Bunun üçün pasientlərə həkim göstərişindən asılı olaraq naftalan vannaları təyin edilir. Ümumi, oturaq və ya kamera. Beş yaşından yuxarı olan uşaqlara əks göstəriş olmadığı təqdirdə naftalanla müalicə təyin oluna bilər. Onların fizioterapiyası və vanna qəbulu müddəti böyüklərdən fərqlidir. Yalnız həkimlərin müayinəsi və göstərişi müalicənin gedişatını təyin edir. Kiçik uşaqlara da kömək eləyirik. Bizim müalicədən sonra uşaqlar ümumiyyətlə kəskin qrip xəstəliyi ilə 1 il sakit yaşayırlar, heç xəstələnmirlər də. Otel və müalicə sağlamlıq mərkəzlərinə üz tutan insanlar ilk növbədə hər tərəfli müayinədən keçdikdən sonra müalicəyə başlayırlar. Naftalan indi məşhur deyil, neçə min illərlə məşhurdur, ta ki qədim zamanlardan. Onun da ki müalicəvi gücündən hələ qədim zamanlarda Misirlilər də bilirdilər, Romalılar da bilirdilər. Hal-hazırda naftalan 77 xəstəlikdən çox müalicəni təsirini göstərir.
əsas müalicələr gedir hərəkət dayaq sistemində. Bel fəqərələrimizdə, boyun fəqərələrimizdə, oynaqlarımızda kəskin qocalma gedir. O kəskin qocalmanın qabağını almaq üçün Naftalan ən gözəl vasitədir. Əməliyyatsız, dərmansız, əsanla gələn adamlar əsanı qoyub burada çıxıb gedirlər. Hal-hazırda bu saat bizdə MDB ölkələrindən çoxdur. İsraildən əməli başlı qonaqlarımız gəlir. Ümumiyyətlə bütün dünyadan gəlirlər. Şimali Amerika, Cənubi Amerika, Avstraliya, Zelandiya. Hal-hazırda bu saat Çindən qonağımız var. O da müalicə götürür. Möcüzəli işləri çoxdur Naftalanın. Onu da gerək mütləq qonaqlarımız gəlsin, onun gücün görsünlər. Naftalanda sanatoriyaların birinin ərazisindəyik. Onu da deyim ki, burada hər sanatoriyanın özünün müalicə və prosedur qaydaları var. Amma hamısının əsasında Naftalanın möcüzəvi nefti dayanır. Naftalan nefti dəri xəstəlikləri üçün də əvəz olunmazdır. Ən çox tətbiq olunan prosedurlar bron vannaları, balneoterapiya, masaj, parafin və fizioterapiyadır. Onu da qeyd edeyim ki, naftalan nefti ilə müalicə edilən xəstəliklərin spektri ilbəil artırılır. Меня зовут Наталья, я приехала из Алматы, Казахстан. Приехали вместе с мамой. Мама уже не первый раз сюда приезжает. Лечение очень помогает, она лечит суставы. Вот, и мы решили повторить, приехать еще раз. Мен Қазақстаннан келдім осы Нафталанға. Осы Нафталанға келгеннен бері күнде укол алатынмын, күнделікті таблеткалар ішетінмін. Нафталанға келгеннен бері таблеткіде уколда ішпеймін. Қазір кішкене ауырып тұр, өне бойым бәрі. Бірақ осындай не береді дейді жәнегі. Организм кішкене ауыртып не қылады дейді, артынан осының бәрі ауырғандары басылады дейді. Аллаға шүкір, еміз жақсы, тамақтары жақсы, жүріп жатырмыз. Müasir dövrümüzdə Naftalan şəhərinin iqtisadiyyatının əsasını sanatoriya kurort infrastrukturu təşkil edir. Müasir avadanlıqlarla təhciz olunan Naftalanın sağlamlıq mərkəzlərində müalicə almaq və qəşəng dincəlmək üçün hər cür şərait var. Naftalana həm də sanatoriyalar şəhəri deyirlər. İlk sanatoriya burada 20-ci əsrin 30-cu illərində qurulub. 150 çarpayılıq, o da mövsümü. İndi isə Naftalanda 20-yə yaxın sanatoriya fəaliyyət göstərir. 1264-cü ildə İtaliyadan Çinə səfər edən İtalyan səyyah Marco Polo'nun bir vaxtlar Yağlı Göllər adlandırdığı bu yer hal-hazırda beynəlxalq sağlamlıq turizm mərkəzidir. Burada göstərilən xidmətlərin əsasına dünyada analoqu olmayan Naftalan nefti ilə aparılan müalicələr təşkil edir. Sanatoriyalarda Naftalan neftinin istifadəsi ilə aparılan prosedurların rəngarəngliyi, həmçinin vitaminlərlə gücləndirilmiş Naftavitdən istifadə, Naftalan nefti və digər elektrofizioterapiyalarla müalicələr aparılan prosedurların effektini artırır. Naftalanda sanatoriyalarda menyular müxtəlifdir. Onlar çox çeşidli olur. Burada cürbəcür salatlar, şorbalar, isti yeməklər. Bundan başqa diyeta saxlayanlar üçün xüsusi menyu təklif olunur. Əsas qarnı doyuzdurmaq deyil, əsas sağlamlıqdır.
Naftalan şəhərinə müalicə və istirahət eləmək il boyu əlverişlidir. Yay isti və xoş, qışı isə mülayimdir. Murov dağın təmiz havası, həmçinin şəhərin ekomühiti və biomüxtəlifliyin zənginliyi Naftalanda xüsusi mikroiqlim yaradıb. Bu isə şəhəri tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün çox əlverişli məkana çevirir. Naftalan şəhəri parkları, istirahət məkanları və yenilikləri ilə də turistlərə xidmət eləyir. Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyan müasir park və burada yaradılan pulsuz kitabxana sizin də diqqətinizi çəkə bilər. Onda qeyd edeyim ki, mini kitabxana günün istənilən saatında ödənişsiz fəaliyyət göstərir. Demək, dünyada çox məşhur olan bir balaca kitabxana formatı var və Azərbaycanda ilk dəfə bu Naftalan şəhərində tətbiq olunub. Adətən belə kitabxanalar parklarda, ictimai yerlərdə qurulur. Naftalanda isə bu Heydər Əliyev parkındadır. Ramilə xanım indi bu barədə bizə daha geniş məlumat verəcək. Little Free Library kitabxanası 2020-ci ildə Naftalan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılmışdır. Mini kitabxanamızda müxtəlif dildə kitablarımız yer almışdır. Əsasən ingilis, rus dili və türk dili və Azərbaycan dilində kitablarımız yer almışdır. Mini kitabxanamız günün 24 saatı açıq olur. Şəhərimizə gələn turistlər gördüyünüz bu çınar ağacının altında əyləşib, mini kitabxana ilə yaxından tanış olub, kitab oxuyur və maariflənirlər. ...2022-ci ildən şəhər sakinlərinin, həmçinin turistlərin məmnunluğu məqsədi ilə şəhərin bütün parklarında limitsiz və sürətli optik Wi-Fi ötürücüləri quraşdırılıb. Naftalan şəhəri Azərbaycanda müalicəvi turizm sektorunda həmişə ön sıralarda olub və bugün də yüksəlməkdədir. Üstəgəl o, turistlərə çox şaxəli xidmətlər göstərir. Azərbaycanda fəaliyyət göstərən Turizm İnformasiya Mərkəzi pavilyonlarının birinin məhz Naftalanda yerləşməsi də təsadüfi deyil. Salam, xoş gəlmisiniz. Sağ olun, Siyavuş. Azər nümayəndəsi. Mənə biraz Naftalan haqqında daha ətraflı məlumat verə bilərsiniz? Naftalan şəhəri ümumiyyətlə sanatoriya kurort şəhəri kimi tanınmaqdadır. Burada ən çox sağlamlıq turizmlə məşğuldur. Bura insanlar, qonaqlarımız, turistlərimiz sağlamlıq üçün bura üz tuturlar. Naftalan şəhərinin özündə bundan əlavə olaraq turlar da təşkil olunmaqdadır. Demək olar ki, bəli, burada xəritəmiz var. Naftalan şəhərinin xəritəsi var, burada baxa bilərsiniz. Xəritənin arxa tərəfində isə burada görürsəniz qərb regionu xəritəsi vardır. Burada gördüyünüz üzrə bax, rayonlar üzrə tarixi abidələr olsun, səyahət olunacaq obyektlər hamısı nümayiş olunmaqdadır. Naftalanın özü də buradadır. Burada siz Naftalan nefti ilə bağlı maraqlı məlumatları əks elətdirən güşə ilə tanış ola bilərsiniz. Mərkəzdə Naftalan şəhəri və yaxın rayonların turizm potensialı barədə ətraflı məlumat təqdim edilir. Axşamlar isə Naftalanda əyləncə atmosferinə düşürsən. Hər yerdə çalçağırdı. Naftalanda sanatoriyada axşam vaxtı əyləncə saatıdır. Burada insanlar rəqs eləyir, mahnıya qulaq asır, oyunlar oynayırlar. Bir sözlə Naftalanda gündüzləri kimi gecələr də işıqlı, əyləncəli və maraqlıdır. Həmçinin burada uşaqdan böyüyə hər kəsin maraq dairəsini nəzərə alaraq istirahət güşələri də yaradılıb. Dünyada yeganə təbii neftlə müalicə mərkəzi sayılan, bugün beynəlxalq turizm mərkəzinə çevrilən Naftalan şəhəri ilbəil dəyişir və imkanlarını artırır. Bu da öz növbəsində şəhərə gələn yerli və xarici turistlərin ildən ilə artmasına səbəb olur. Azərbaycanın unikal təbii sərvətlərindən biri olan Naftalan əsrlər boyu şəfa mənbəyi kimi tanınıb. Nefti möcüzəsinin sorağı artıq dünyanı gəzib. Naftalan nefti təkcə Azərbaycanda yox, bütün dünyada xüsusi maraq kəsb eləyir.
Naftalan nefti elə bir təbii sərvətdir ki, onun zənginliyini və möcüzəsini yalnız ona toxunduqdan sonra, onunla təmaslı olduqdan sonra daha yaxşı hiss edə bilərsiniz. Bu möcüzənin reallığını yaşayan yüz minlərlə insan var. Onların bir qismi təəssüratlarını bizimlə bölüşdü. Мен Қазақстаннан келдім, есімім Гүлбахрам. Осы нафталандағы ем маған ұнайды. Мен электротерапия, магниттерапия және нафталан ваннаны қолданамын. Маған тамақтары да, емі де барлығы да ұнайды. Mən Cabbarov Mail, Murmansk şəhərindən gəlmişəm. Qollarımda, barmağımda arıqlar vardı, işləmirdi barmağım. Hal-hazırda barmağım da işləyir, qollarım duzu da gedib, hər şey yaxşıdır. Müalicə çox əladır, çox xoşuma gəlir. Мама чувствует оздоровительный эффект в течение длительного времени. Поэтому мы сюда планируем вернуться еще раз. Здесь очень хорошо. Меня зовут Сергей Сыридов. Я приехал из Казахстана в солнечный Азербайджан. Приехали мы второй раз в этом году. В том году получали лечение, очень хорошо, для здоровья полезно. И вот решили в этом году тоже приехать. Ну, мы довольны. Мы приезжаем с супругой. Сервис отличный и лечение прекрасное. Енді нафталановый ваннан керемет әсер алдық. Өте жақсы. Бірінші рет келдік негізінде осы нафталанға. Жақсы, өте жақсы. Naftalana gələn insanlar ondan ayrılanda xoş təəssüratların əlaməti olaraq özləri ilə mütləq biraz naftalan aparırlar. Möcüzələrin ardınca Azərbaycana gələndə naftalana xüsusi yer ayırın. Burada siz tək şəfa deyil, həm də gözəllik tapacaqsınız. Я в свой день рождения исправляю в Нафталане, в санатории Нафталан. Я приехал сюда из Узбекистана на лечение. Мне очень нравится. Персонал очень хороший, люди добрые. Я надеюсь, я буду часто приезжать. И другим тоже советую здесь лечиться.